Salam və xoş gördük. Bugün Joseph Murphy'nin, deməli o çox məşhur Şuuraltınızın Gücü kitabının dərinliklərinə enəcəyi. Kitabın əsas vədi əslində çox cəlbedicidir. Deyir ki, hər birimizin içində sağlamlıq, sərvət, xoşbəxtlik, yəni hər şeyi yarada biləcək bir xəzinə var. Sonsuz bir güc. Amma bu dərhal bir sual yaradır, elə deyil. Əgər bu güc hamımızda varsa, bəs niyə həyatımız çox vaxt istədiyimiz kimi deyil? Yəni, niyə bəziləri bu xəzinənin açarını tapır, digərləri isə elə bil onun varlığından xəbərsiz yaşayır? Bugün biz məhz bu gücün kilidini açan daxili mexanizmləri anlamağa çalışacaq. Bəli, bu əslində bütün təhlilin, belə deyim də, mərkəzində duran sualdır. Murphy'yə görə cavab zehnimizin quruluşunda gizlənir. Niyə bəzi insanlar möcüzəvi şəkildə sağalır, bəziləri yox? Niyə bəziləri sanki uğuru özünə çəkir, digərləri isə daim mübarizə aparır? Bütün bu sualların cavabı tək bir yerdədir. Şuurlu və şuuraltı zəkanın birbiri ilə necə dil tapmasında, yəni onların arasındakı o münasibətdə. Gəlin elə bu münasibətdən başlayaq. Kitab bunu anlamaq üçün çox sadə, amma məncə dahi bir bənzətmə istifadə edir. Gəmi bənzətməsi. Təsəvvür edin ki, sizin zehniniz bir gəmidir. Şuurlu zəkanız, yəni hər gün düşünüb qərar verən o hissəniz gəminin kapitanıdır. Körpüdə dayanır, xəritəyə baxır, əmrlər verir, istiqaməti müəyyən edir. Bəs şuuraltı zəka, o isə gəminin dərinliyindəki maşın otağında işləyən heyətdir. Onların pəncərəsi, xəritəsi, heç bir şeyi yoxdur. Onlar gəminin hara getdiyini bilmirlər və heç sorğulamırlar da. Tək vəzifələri var. Kapitanın körpüdən verdiyi hər bir əmri sorğu-sualsız yerinə yetirmək. Kapitan sola dön deyirsə, sola dönürlər, sürəti artır deyirsə, artırırlar. Onlar üçün kapitanın əmri mütləq həqiqətdir. Bir dəqiqə, bu bənzətməni axıra qədər düşünsək, əslində biraz qorxuducu bir mənzərə yaranır. Yəni, bu o deməkdir ki, əgər kapitan, yəni biz özümüz sarxoşdursa, ya da davamlı olaraq, eyvah, qayalara çırpılacağıq deyə qışqırırsa... Tamamilə, maşın otağındakı heyət bunu bir əmr kimi qəbul edəcək və bütün gücü ilə gəmini qayalara doğru sürəcək. Onlar deməyəcəklər ki, bir dəqiqə bu axmaqlıqdır. Çünki onların işi mühakimə etmək deyil. Sadəcə icra etməkdir. Bax, Murphy'nin əsas argumenti budur. Həyatımızdakı problemlərin çoxu maşın otağındakı heyətin səhvi deyil, körpüdəki kapitanın səriştəsizliyidir. Biz şuurumuzda davamlı olaraq mən bacaramaram, pulum yetməz kimi əmrlər veririk, sonra da şuuraltımız bu əmrləri reallığa çevirəndə təəccüblənirik. Düşüncələrimiz səbəbdir, həyat şərtlərimiz isə sadəcə nəticə. Növbəti hekayə, məncə bu daxili mübarizəni, yəni kapitanla heyət arasındakı o gərginliyi mükəmməl təsvir edir. Məşhur opera müğənnisi Enrico Caruso'dan gedir söhbət. Təsəvvür edin, pərdə açılmaq üzrədir, zallar dolu, amma o səhnə arxasında qorxudan donub qalıb. Boğazındakı əzələlər o qədər gərginləşib ki, səsi çıxmır, sanki iflic olub. Arxasındakılara dönüb pıçıllayır. Mən oxuya bilmərəm. İçimdəki kiçik mən, böyük məni boğmaq istəyir. Bax, bu cümlə əslində hər şeyi izah edir. Kiçik mən onun qorxu, şübhə ilə dolu şuurlu zəkasıdır, yəni o səriştəsiz kapitan. Böyük mən isə onun şuuraltının sonsuz gücü və istedadıdır, yəni maşın otağı. Bir anlıq pauzadan sonra Caruso özünə gəlir, qəddini düzəldir və bütün varlığı ilə içindəki o qorxuya, o kiçik mənə qışqırır, çıx buradan. Böyük mən oxumaq istəyir. Yəni, o şuurlu şəkildə kapitan körpüsünün idarəsini alır və şuuraltına yeni, qəti bir əmr verir. Nəticə, səhnəyə çıxır və möhtəşəm bir performans sərgiləyir. Bu, özünü təlqinin, yəni auto-suggestion'ın klassik nümunəsidir. Amma təlqin həmişə daxildən gəlmir axı. Bəzən kənardan, başqalarından da gəlir. Murphy buna hetero-suggestion deyir. Bəli, və şuurlu zəkamızın ən vacib funksiyalarından biri də məhz budur, qapıdakı gözətçi olmaq. Bizim borcumuz bu gözətçini oyaq saxlamaqdır ki, şuuraltımıda zərərli, yalançı təəssüratlar daxil olmasın. Kitabdakı o gəmi hekayəsi bunu çox gözəl göstərir. Təsəvvür edin, gəmidəki sərnişinə yaxınlaşıb, deyirsiniz ki, siz çox solğun görünürsünüz, yəqin dəniz xəstəliyinə tutulacaqsınız.
Sərnişinin zehnində onsuz da bu qorxu olduğu üçün onun gözətçisi, belə deyim, yuxuludur. Bu təlqin birbaşa içəri keçir. Şuuraltı bunu əmr kimi qəbul edir və adam həqiqətən xəstələnir. Amma eyni sözləri illərin təcrübəli dənizçisinə desəniz, o çox güman ki, sizə sadəcə güləcək. Düzdür. Çünki onun şuurlu zəkası, yəni o gözətçisi bu təlqini dərhal rədd edir. Onun şuur altında artıq mən dəniz xəstəliyinə tutulmaram deyə güclü bir proqram var. Eyni sözlər, fərqli zehni proqramlar, tamamilə fərqli nəticələr. Amma bəzən bu təlqinlər heç də belə məsum olmur. Nəticələr çox dramatik ola bilər. Məsələn, kitabda bir hekayə danışılır. Qızının ağır xəstəlikdən sağalması üçün 2 il boyunca hər gün dua edən bir ata. Qızımın sağalması üçün sağ qolumu verərdim, deyir. Bir gün ailə avtomobil qəzasına düşür, atanın sağ qolu çiynindən qopur. Və eyni anda, həmin andan etibarən qızının xəstəliyi möcüzəvi şəkildə yox olmağa başlayır. Bu çox ciddi bir xəbərdarlıqdır. Deməli, şuuraltı zəka məcazi mənanı, zarafatı başa düşmür, o sözləri hərfi mənada qəbul edir. Yəni, bizim gündəlik danışıqda işlətdiyimiz o, bu iş məni öldürəcək ya da bu dərd məni qocaldacaq kimi ifadələr, bunlar əslində şuuraltımıza verdiyimiz çox təhlükəli əmrlər ola bilər. Kitabın arqumentinə görə tamamilə. Bəlkə dərhal təsir etmir, amma hər təkrar şuuraltı torpağına əkilən o toxumu biraz daha sulayır. Və ya Hindistandakı falçı hekayəsi. Falçı sağlam bir adama deyir ki, sən növbəti yeni ayda öləcəksən. Adam bu təlqini o qədər qəbul edir, o qədər qorxur, o qədər ölümü gözləyir ki, həqiqətən də deyilən vaxtda ölür. Baxın, burada aydın olmalıdır ki, güc falçıda deyildi. Güc adamın öz inancında və o mənfi təlqini qəbul etməsində idi. Bu hekayələr düzü həm heyrətamizdir, həm də biraz ürküdücü. Göstərir ki, bu güc iki ucu iti bir bıçaq kimidir. Deməli, əsas məsələ ondan qaçmaq deyil, onu düzgün idarə etməyə öyrənməkdir. Elə isə gəlin baxaq, kitab bunun üçün bizə hansı alətləri, yəni hansı praktik texnikaları təklif edir? Texnikaların əsas məqsədi eynidir. Şuurlu zəkanın, yəni o tənqidçi gözətçinin müqavimətini minimuma indirmək və istəkləri birbaşa şuuraltının ixtiyarına vermək. Kitabda yuxu texnikasından danışılır. Özünə yatmazdan əvvəl saat 6-da oyan demək. Düzünü desəm, bu biraz həddən artıq sadə səslənir. Həqiqətənmi bu qədər asandır? Skeptisizm başa düşüləndir. Amma Murphy'nin məntiqi belədir ki, güc sözlərin özündə deyil. Güc onların şuuraltına nə qədər maneəsiz çatmasındadır. O yuxuya getməzdən əvvəlki Melgülü Anvarha şuurlu zehnin, yəni o gözətçinin ən pasiv olduğu an, məhz o zaman təlqin birbaşa maşın otağına ötürülür. Mübahisə edən, bu mümkün deyil, deyən şuurlu zəka aradan çəkilir. Ona görə də bu, təlqin üçün ən ideal zamandır. Başqa bir texnikada çox maraqlıdır. Mənfi cümləni tamamlamaqdan imtina etmək. Universitet tələbəsi bir qız vitrində çox bahalı bir çanta görür. Ağzından instinktiv olaraq, mənim buna pulum çatmaz sözləri çıxmaq üzrə olur. Amma mühazirədə eşitdiyi bir qayda yadına düşür. Heç vaxt mənfi cümləni bitirmə. Onu dərhal tərsinə çevir. Qız dayanır və şuurunu dəyişir. Öz-özünə deyir, o çanta mənimdir. Onu zehni olaraq qəbul edirəm. Və həmin axşam nişanlısı ona hədiyyə olaraq eyni ilə həmin çantanı gətirir. Çox gözəl nümunədir. Və burada da əsas məsələ odur ki, o vərdiş halına gəlmiş mənfi proqramı dayandırır və şuuraltına yeni, müsbət bir əmr verir. Amma yenə də bir çox dinləyicimiz yəqin ki düşünür. Bəlkə bu sadəcə təsadüfidir. Kitab təsadüflə şuuraltı proqramlaşdırmanın fərqini necə izah edir? Əla sualdır. Kitabın mövqeyi belədir. Təsadüflər təbii ki mövcuddur. Amma siz zehninizi davamlı olaraq müəyyən bir istiqamətə kökləyəndə, şuuraltınız o istiqamətdəki fürsətləri, insanları, hadisələri bir maqnit kimi çəkməyə başlayır. Şuuraltı sizin diqqət mərkəzinizdə olan şeyləri seçib sizə göstərir. Qız o çantaya fokuslanmasaydı, bəlkə nişanlısı ona tamamilə başqa bir hədiyyə alacaqdı. Yəni, fokus reallığı formalaşdırmağa başlayır. Daha dərin məsələlər üçünsə, daha strukturlaşdırılmış metodlar var. Məsələn, təsdiq metodu, yəni afirmasiyalar. Səhnə qorxusu olan müğənninin hər gün mən gözəl oxuyuram, mən sakit və inamlıyam deməsi.
Və ya yaddaşımı itirirəm deyən 75 yaşlı qadının bu gündən etibarən yaddaşım hər sahədə yaxşılaşır kimi təsdiqlərlə həqiqətən də yaddaşını bərpa etməsi. Burada açar söz təkrardır. Siz bir yalanı kifayət qədər təkrar etsəniz, şuuraltı onu həqiqət kimi qəbul etməyə başlayır. Bu həm mənfi, həm də müsbət yalanlar üçün keçərlidir. Təsdiqlər əslində şuuraltındakı köhnə, zərərli proqramı yeni, faydalı bir proqramla əvəz etmək üçün vasitədir. Amma məni ən çox təsirləndirən texnika təşəkkür edirəm texnikası oldu. Cənab Brok adlı bir adamın hekayəsi var. Tamamilə iflas edib, işsizdir, borc içindədir. Ona məsləhət görürlər ki, hər gün rahat bir kresloda otursun və sanki artıq bütün istədiklərinə sahib imiş kimi minnətdarlıq etsin. O hər gün dəfələrlə təkrarlayır. Sərvətim üçün təşəkkür edirəm ata. Amma burada bir sual yaranır. Hələ heç nəyi olmayan bir insan, özünü aldatmadan necə səmimi minnətdarlıq edə bilər? Bu, texnikanın ən incə məqamıdır. Məqsəd quru-quru sözləri təkrarlamaq deyil. Məqsəd o hissi yaşamaqdır. Şuuraltı sözlərdən çox hisslərə reaksiya verir. Cənab Brok gözlərini yumub, həqiqətən varlı olsaydı nə hiss edəcəyini təsəvvür etməyə başlayır. Rahatlıq, təhlükəsizlik, sevinc, o bu hissi mənimsəməyə çalışır. Siz hələ sahib olmadığınız bir şey üçün minnətdarlıq hissi keçirəndə, şuuraltınıza bu reallıq artıq mövcuddur siqnalını göndərirsiniz. O da bu yeni reallığı fiziki dünyada yaratmaq üçün işə başlayır. Nəticədə bir neçə həftə sonra küçədə 20 ildir görmədiyi köhnə müdiri ilə rastlaşır, o da ona yüksək maaşlı bir iş təklif edir. Eyni məntiq yəqin ki, vizualizasiya, yəni zehni film metoduna da aiddir. Öz aptekinə sahib olmaq istəyən əczaçı hər gün gözlərini yumub, özünü o aptekdə təsəvvür edir. Dərmanların qoxusunu alır, kassa aparatının səsini eşidir. O sadəcə xəyal qurmur, o reallığı bütün hissləri ilə yaşayır. Bəli, çünki şuuraltı üçün təxəyyül və real təcrübə arasında demək olar heç bir fərq yoxdur. Əgər siz bir hadisəni kifayət qədər canlı təsəvvür edirsinizsə, şuuraltınız onu baş vermiş hadisə kimi qeydə alır və bir dəfə qeydə alındısa, onu yenidən həyatınıza cəlb etməyə başlayır. Bütün bu prinsipləri anladıktan sonra, kitab onları həyatın ən fundamental sahələrinə tətbiq edir. Gəlin sağlamlıqdan başlayaq. Murphy israr edir ki, bütün sağalmaların arxasında duran tək bir prinsip var. İnanc. Lourdes ziyarətgahında sağalan Madame Brie'nin hekayəsi düzü ağla sığmazdır. Bəli, bu hekayə çox radikaldır. Qadın kordur və həkimlərin rəsmi rəyinə görə onun göz sinirləri tamamilə atrofiyaya uğrayıb, yəni ölüdür. Bərpası tibbən qeyri-mümkündür, amma qadın bu ziyarətgahdakı suyun onu sağalacağına sarsılmaz bir inamla inanır və möcüzə baş verir, o görməyə başlayır. Bir dəqiqə, burada dayanaq. Hekayənin ən şok edici hissəsi bundan sonra gəlir. Sonraki tibbi müayinələr göstərir ki, qadın görməyə başlasa da, onun göz sinirləri hələ də ölü vəziyyətdədir. O, fiziki olaraq işləməyən gözlərlə görürdü. Bu, müasir biologiyanın tibbin çərçivələrinə sığmır. Qətiliklə. Və bu, kitabın ən radikal iddiasıdır. Söhbət sadəcə pozitiv düşüncənin bədənə təsirindən getmir. Söhbət ondan gedir ki, şuuraltı inanc fiziki reallığı, hətta biologiyanın qanunlarını belə dəyişdirə bilər. Bir ay sonra aparılan təkrar müayinədə sinirlərin də tam bərpa olunduğu görülür. Murphy'nin nəticəsi budur. Onu sağaldan su deyildi. Onu sağaldan, sarsılmaz inancına cavab verən öz şuuraltının gücüydü. Təbii ki, dinləyicinin bunu qəbul edib etməməsi öz seçimidir. Amma kitabın əsas iddiası budur. Sərvət mövzusunda da eyni məntiq davam edir. Kitab deyir ki, sərvət də ilk növbədə zehni bir vəziyyətdir. Yoxsulluq əslində bir zehni xəstəlikdir. Amma burada çox praktik bir məsləhət verilir. Əgər siz yoxsulluq içində güzgünün qarşısına keçib mən varlıyam deyə qışqırsanız, çox güman ki, daxilinizdə bir səs yalan deyirsən deyə cavab verəcək. Bu zehni münaqişə yaradır. Şuurunuz bir şey deyir, amma daxili reallığınız tam əksini pıçıldayır. Belə olanda şuuraltı çaşbaş qalır və adətən daha güclü olan köhnə inanca üstünlük verir. Buna görə də kitab münaqişə yaratmayan, daha neytral cümlələr təklif edir. Məsələn, gecə-gündüz bütün işlərimdə uğur qazanıram və ya mən hər gün daha da zənginləşirəm. Bu cümlələr şuurlu zəkanın müqaviməti ilə daha az qarşılaşır və daha asan qəbul edilir. Və sərvət axınının qarşısını alan ən böyük psixoloji maneə – baxıllıq. Kitab deyir ki, başqasının sərvətini gördükdə
ona həsəd aparmaq, onu qınamaq, öz şuuraltınıza sərvət pisdir, mən onu istəmirəm mesajını göndərmək deməkdir. Bununla da onun sizə gəlməsinin qarşısını öz əlinizlə alırsınız. Bəli, əvəzində məsləhət görülür ki, başqalarının uğuruna səmimi qəlbdən sevinin və onların daha da varlı olmasını arzulayın. Belə etdikdə şuuraltınıza sərvətin yaxşı bir şey olduğu mesajını verirsiniz. Və nəhayət, bütün bunları birləşdirərək, kitab həqiqi uğurun 3 addımını təqdim edir. Birincisi, sevdiyin işi tapmaq, ikincisi, o sahədə ixtisaslaşmaq və başqalarından daha çox bilmək və üçüncüsü, ən vacibi, arzunun egoist olmaması və bəşəriyyətə fayda verməsi. Əgər məqsədiniz yalnız özünüzə fayda verməkdirsə, sistemdə belə deyək qısa qapanma baş verə bilər. Amma istəyiniz başqalarına da xidmət edəndə, şuuraltının yaradıcı gücü tam potensialı ilə sizin üçün işləməyə başlayır. Beləliklə, bugünkü təhlilin əsas nəticəsi məncə budur. Həyatımız, düşüncələrimizin və inancılarımızın bir güzgüsüdür. Biz öz gəmimizin kapitanıyıq və şuuraltımız bizim hər bir əmrimizi sadiq bir heyət kimi yerinə yetirməyə hazırdır. Sual budur ki, biz necə kapitanlarıq? Düşüncələrimizi dəyişərək, taleyimizi dəyişə bilərik. Və sonda sizin üçün bir düşüncə. Kitab iddia edir ki, biz oyaq olduğumuz hər an, hər saniyə zehnimizdə bir şey inşa edirik. Bir memar kimi hər düşüncəmiz bir kərpicdir. Deməli, hər an özümüzə sual verməliyik. Mən indi hansı kərpicləri qoyuram? Qorxu kərpiclərini, yoxsa inam kərpiclərini? Tam olaraq. Odur ki, son sualımız budur. Əgər siz bugünkü düşüncələrinizin memarlıq planına nəzər salsaydınız, orada hansı zehni evi inşa etdiyinizi görərdiniz. Divarları qorxudan, tavanı şübhədən hörülmüş balaca bir daxmadımı? Yoxsa sütunları inamdan, pəncərələri isə sonsuz imkanlara açılan geniş işıqlı bir saraydımı? Və ən əsası, bu həqiqətən də yaşamaq arzusunda olduğunuz evdimi? Bəlkə də bu sual üzərində düşünmək, içinizdəki o xəzinənin qapısını açan ilk addım olacaq.